insan təbiətinin bir vəhdətdədir. Yəni biz təbiətdən ayrı deyilik. Evet. Amma biz özümüzü ayrı hiss edirik. Necə ki bütün canlılar, quşlar, nə bilim ağac dələlər hamısı, şirlər, pələnglər və biz də onlardanıq. Amma biz nəsə özümüzü belə bir yuxarı sayırıq. Amma siz indi dediniz ki, mən bütün hücrələrimlə qarşımdakının emosiyalarını hiss edə bilirəm. Bu əslində o deməkdir ki, siz təbiətlə vəhdətə keçirsiniz. Evet. Əslində naturada, yəni insanlığın naturasında nə varsa, siz onu üzə çıxardırsınız. Aslında tam olarak yaptığımız şey bu. Aslında tam olarak ifade etmek istediğim şey bu. Bak ben hem çocukluğumda hiperaktif bozukluk derler hekimler. Ben yaşamda hiçbir şeyin bozuk olduğunu kabul etmiyorum. Yaşamdaki her şey bize hizmet eder. Aynı zamanda gene obsesif kompulsif bozukluk tanısı almış bir birey idim. Bana göre şu anda mesela bak bunlar benim için bozukluk değil.